1918-ci il may ayının 28-də elan edilmiş Azərbaycan Xalq Cumhuriyyətinin qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş müstəqilliyin qorunması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi idi. Dövrün ağır hərbi siyasi şəraiti bu vəzifənin həyata keçirilməsini daha da zəruri edirdi. Belə mürəkkəb tarixi şəraitdə milli ordunun sürətlə formalaşdırılması məqsədi ilə Azərbaycan hökuməti Osmanlı dövlətinə hərbi yardım üçün müraciət etdi. Nəticədə Azərbaycan xalqının köməyinə gəlmiş Türk hərbi hissələri və milli tərkibli qüvvələr əsasında Qafqaz İslam Ordusu yaradıldı. 1918-ci il Mudros müqaviləsinin şərtlərinə əsasən Osmanlı hərbi qüvvələrinin Azərbaycanı tərk etməsindən sonra ölkənin müdafiəsinin təşkili yeni mərhələyə qədəm qoydu. Bu məqsədlə Nazirlər Şurası Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etdi. Hərbi nazir vəzifəsi ilkin mərhələdə hökumətin sədri Fətəli xan Xoyskiyə həvalə olundu. Nazirliyin təşkilinə və ordu quruculuğuna birbaşa rəhbərliyi isə əvvəlcə nazir müavini, 1918-ci il dekabrın 25-dən etibarən isə hərbi nazir təyin edilmiş Səməd bəy Mehmandarova tapşırıldı. Qısa müddət ərzində hərbi nazirliyin aparatı formalaşdırıldı. Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Murad Geray Tlexas, İbrahim ağa Usubov, Həmid bəy Qaytabaşı, İbrahim ağa Vəkilov, Süleyman bəy Əfəndiyev, Cavad bəy Şıxlinski, Feyzullah Mirzə Qacar kimi hərbi təcrübəyə malik peşəkar zabitlər mühüm vəzifələrə təyin olundular. Ordu quruculuğunda əldə edilən uğurların əsas səbəblərindən biri onun milli dəyərlərə əsaslanması idi. Azərbaycan dili ordu daxilində dövlət dili kimi qəbul edildi. Milli ordu quruculuğunda atılan önəmli addımlardan biri də milli üslubda yeni hərbi geyim formasına keçid qərarı oldu. Bu geyim əskər və zabitlərdə milli ruhun formalaşmasına müsbət təsir göstərirdi. Bu məqsədlə yaradılmış xüsusi komissiyaya general-leytenant Əliağa Şıxlinski rəhbərlik edirdi. Azərbaycan ordusu 1919-cu il yanvarın 11-dən etibarən yeni milli hərbi forma ilə təmin edildi. Hərbi Nazirliyin əsas prioritetlərindən biri də milli hərbi kadrların hazırlanması idi. 1919-cu ilin sonunda Praporşiklər Məktəbinin bazasında Hərbiyə Məktəbi, İstehkamçılar Məktəbi, Hərbi Dəmir Yolçular Məktəbi və Hərbi Felçer Məktəbi yaradıldı. Təəssüf ki, Bolşevik Rusiyasının üstün hərbi qüvvələrinin işğalının qarşısını almaq mümkün olmadı və 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cumhuriyyəti süqut etdi. Bununla da Azərbaycanın milli ordusunun ləğvinə başlanıldı və qısa müddətdə Cumhuriyyət ordusu bolşevikləşdirildi. Yalnız ümumi lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra hərbi sahədə canlanma müşahidə olundu. 1971-ci ildə onun təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Eyni zamanda Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində SSR-nin müxtəlif ali hərbi məktəblərində Azərbaycanlı gənclərin təhsil alması təmin olundu. Müasir Azərbaycan ordusunun yenidən qurulması da məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü il noyabrın 2-sində yaranmış hərbi siyasi vəziyyətlə əlaqədar Heydər Əliyevin xalqa müraciəti ilə ordu quruculuğunda dönüş nöqtəsi baş verdi. Mövcud silahlı qüvvələr vahid mərkəzdən idarə olunmağa başladı. Ordunun rəhbər strukturu sağlamlaşdırıldı, idarə etmə sistemində mühüm dəyişikliklər edildi. Bu tədbirlərin nəticəsi olaraq 1993-cü ilin dekabrında, 1994-cü ilin yanvar və aprel aylarında Füzuli və Tərtər istiqamətlərində əldə edilən uğurlar ordunun yenidən qurulmasının ilk bəhrələri oldu. Nəticədə 1994-cü ilin mayında cəbhədə atəşkəs əldə edildi. Atəşkəs dövrü ordu quruculuğunda yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Salam əskər!
işğal altında olan torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Onun rəhbərliyi ilə orduya dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində ordunun büdcəsi dəfələrlə artırıldı, maddi-texniki baza və infrastruktur müasir standartlara uyğun yenidən quruldu, döyüş hazırlığı və hərbi kadrların hazırlığı yüksək səviyyəyə çatdırıldı, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi təmin olundu. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrildi və dünyanın aparıcı orduları sırasında yer aldı. Ordumuzun gücü 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin günlük əməliyyatında, 2020-ci ilin iyulunda Tovuz döyüşlərində tam şəkildə nümayiş etdirildi. 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş 44 günlük vətən müharibəsi, antiterror əməliyyatında isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu dünya tarixində misilsiz bir zəfər qazandı və ölkənin ərazi bütövlüyünü bərpa etdi. Demiştim ki, gün gələcək və bugün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı azadlıq meydanına gətiriləcək və bugün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqı. Bugün Azərbaycan ordusu xalqımızın iradəsinin, dövlətimizin gücünün və siyasi rəhbərliyin, müdrikliyinin parlaq təcəssümüdür. Bu ordu hər cür təhdidə cavab verməyə və ölkəmizin suverenliyini qorumağa qadir, müasir və yenilməz bir qüvvədir.